28 yaşında, gecə saat 3 və mənə zəng gəldi ki, xəstənin insultu var, təcili əməliyyat qərar vermək lazımdır ya yox və baxdım, bəli, təcili əməliyyat qərarı verdim və xəstə həkim idi. Xəstə ürək əməliyyatından çıxmışdı, göz həkimi idi və mənim ilk əməliyyatım öz kolleqam üzərində oldu və bunun məsuliyyəti əməliyyat başlayana qədər, yəni mən onu öz barmaqlarımda, öz ürək döyüntülərimdə hiss edirdim. Və həmin əməliyyatda tromb elə bir yerdə idi ki, gənc ilk tək əməliyyatını eləyə biləcək Nuran Abdullayev üçün onu oradan çıxartmaq artıq mən əməliyyata başlayanda yəni mümkünsüz kimi gəlirdi mənə. Amma beynin içində olan o damarlarda istifadə etdiyimiz materialların hərəkəti mənim gözümün qabağından getmir ki, o tromba doğru necə getdilər və biz o trombu necə sorub oradan çıxartdıq və bunun hamısı 3 dəqiqənin içində baş verdi və mən yəni o hadisəni heç vaxt yadımdan çıxara bilmirəm ki, həkim xilas oldu və həkimdə olan simptomların hər biri geri çəkildi, heç bir simptom qalmadı və onun da xoşbəxtçiliyi ondan ibarət idi ki, bu xəstəxanada baş vermişdi və biz çox zaman uda bildik.